Aç ellerini gönülden, yalvar yüce Allah'a. Aç ellerini gönülden, yalvar yüce Allah'a. Düşürme söyle dilimden, sığın yüce Allah'a. Düşürme söyle dilimden, sığın yüce Allah'a. O Rahim'dir, o Rahman'dır, o aşktır, o bir ümmandır. O Rahim'dir, o Rahman'dır, o aşktır, o bir ümmandır. O bir şefkat, o rahmettir, sığın yüce Allah'a. O bir şefkat, o rahmettir, sığın yüce Allah'a. Aç gönlünü Mevla'ya, yalvar yüce Allah'a. Aç gönlünü Mevla'ya, yalvar yüce Allah'a. Tövbe, namaz, niyazla, sığın yüce Allah'a. Tövbe, namaz, niyazla, sığın yüce Allah'a. O ihsandır, o lütuftur, o saadet, o huzurdur. O ihsandır, o lütuftur, o saadet, o huzurdur. O derya-u mağfirettir, sığın yüce Allah'a. O derya-u mağfirettir, sığın yüce Allah'a. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Həmd və tərif uca Allaha məxsusdur. Salat və salam əziz Peyğəmbərimizə, onun pak təmiz əhli beytinə və cümlə sahabələrin üzərinə olsun. Allahın salamı, rəhməti və bərəkəti siz dəyərli izləyənlərin, dəyərli müsəlman bacı qardaşlarımızın üzərinə olsun. Rəbbimizə həmd olsun, şükürlər olsun ki, uca Allah bizləri öz lütfü kərəmi ilə bir daha Ramazana qovuşturdu. Buna görə uca Rəbbimizə həmd edir, şükr edir və Allahdan yardım istəyirik ki, uca Allah nəsib etsin, bizlərə yardım edəsin ki, bu mübarək ayı, bu Ramazan ayını gözəl bir şəkildə, ona layiq bir şəkildə qarşılayaq, ona layiq bir şəkildə ibadətlərimizi, ibadət vəzifələrimizi bu ayda nə gərəkirsə, biz bir bəndə kimi, bir qul kimi üzərimizə düşən nə varsa onları düzgün şəkildə yerinə yetirməyi Allah bizlərə nəsib eləsin. Bir hədis şərifində əziz Peyğəmbərimiz aleyhissalatü vesselam buyuruyor ki, 5 vaxt namazla namaz arası, cümə ilə cümə arası və Ramazanla Ramazan arası və eyni zamanda Ərəfə günü ilə Ərəfə günü arasında olan xataları, nöqsanları uca Allah bağışlayır. Rəbbimizə həmd olsun ki, Allahın lütfü və inayəti yardımı ilə bağışlanma ayına, bağışlanma mövsümünə qədəm basmışıq. Rəbbimizə həmd olsun. Ramazan ilk günündəyik. Demək olar ki, artıq bir başlanğıcdayıq. Ramazan bir məktəbdir. Ramazan bir eğitim, bir təlim, tərbiyə ocağıdır. Biz möminlər bunu belə görməliyik. Necə ki, təlim, tərbiyə ocağında bizlər maddi, mənəvi, bizə lazım olan təchizatı alırıq, bizə lazım olan oradakı öyrənməmiz üçün gələcək həyatımızda
lazım olan nə varsa orada elmi, ondan sonra mənəviyyatı, ədəbi, əxlaqı, necə ki biz təlimimizdə, tərbiyəmizdə, məktəbimizdə bunları alırıq. Eləcə də Ramazanı bir məktəb görməliyik. Ramazan bizim üçün bir məktəb olmalıdır və bu məktəbin şagirdləri olan bizlər buradan gözəl bir şəkildə faydalanıb çıxmalıyıq. İlk başdan Ramazan başlarkən yenilənmək ayı olduğuna görə Ramazan, deyərdim ki, bir tövbə ilə başlamaq gərəkir. İlk başdan bir tövbə, istiğfar edirik. Buna öncəki etdiyimiz bilərək və ya bilmərək, xata ilə və yaxud da qəsdən etdiyimiz nələr varsa, nə kimi xata, nöqsan, günahlarımız varsa, gəlin birlikdə tövbə edək, uca Allahdan bağışlanma diləyək. Uca Allah bağışlayandır, rəhm edəndir, rəhmi boldur və eyni zamanda bu ayda, Ramazan ayda mərhəmət bağışlama ayıdır və tövbə ilə başlayaq ki, istiğfarla başlayaq ki, Allah bizləri əhv eləsin və bundan sonraki günlərimizi günahsız, xatasız, nöqsansız keçirməyə çalışalım. Yəni ilk başdan gərəkir ki, Ramazana başlarkən tövbə edək, istiğfarla başlayaq. Yəni bir növ özümüzü yeniləyək. Yəni bir növ günümüzdəki müasir texnologiya ilə müqayisə eləsək, necə ki telefonlarımızı zaman-zaman təzəliyirik, içəriğini yeniləyirik və onu güncəlləyirik. Eləcə də özümüz də güncəlləməmiz gərəkir, yeniləməmiz gərəkir bu Ramazanla. Zaten Allah Azze ve Celle'nin bir neməti, bir lütfüdür ki, Allah Teala 11 aydan bir Ramazanı gətirir ki, biz bəndələr yenilənək, özümüzü təzəliyək, yeniləyək, maddi və mənəvi. Ona görə tövbə ilə başlayırıq. Ondan sonra, tövbə istiğfardan sonra biz bilməliyik ki, bu Ramazan ayı diyet ayı deyil. Ramazan ayı arıqlamaq ayı deyil. Ramazan ayı Allah Azze ve Celle'nin bizə əmr etdiyi kimi yaşamaq, necə ki, əslində biz 11 ayda belə yaşamalıyıq. Bizə göstərir, Allah Teala sübut edir ki, bax, bir müsəlman belə olmalı. Əslində, biz o niyyətdən başlamalıyıq Ramazan, gözəl bir niyyət qurmalıyıq. Yəni, niyyətimizi inşallah ki, yeniləməliyik. Yəni, tövbə ilə başlamalıyıq. Bir, ikincisi, gözəl bir niyyət qurmalıyıq. Niyyətimizdə heç bir şəkildə arıqlamaq, diyet saxlamaq, pəhriz saxlamaq kimi düşüncələr olmamalıdır. Sırf Allah rızası üçün. Uca Allah bunu mənə nəsib etdi. Uca Allah mənə sağlamlıq verdi. Uca Allah mənə güc verdi, qüvvət verdi. Bu bədəni, bu vücudu, bu sağlamlığı o mənə nəsib elədi. Bədənimin şükür də var, bədənimin zəkatı var. Bu nədir? Bu da ibadətdir və eləcə də oruç tutmaqdır. Bu niyyətdən başlamalıyıq. Çünki Allah Resulü Aleyhisselatü Vesselam buyurmuşdur. Şübhəsiz ki, əməllər niyyətlərə görə dəyər qazanır. Niyyətimiz gözəl olmasa, nədir yaxşı əməl eləsək də, nə də oruç tutsaq da, ibadət eləsək də, niyyət xalis olmadıqdan sonra onların o qədər də bizə faydası yoxdur. Çünki əziz Peyğəmbərimiz də bunu demişdir ki, o qədər oruç tutanlar vardır ki, onlara qalan azlıq və susuzluqdur. O qədər gezi ibadət edənlər vardır ki, onlara qalan yuxusuzluqdur. Gəlin, niyyətimizi gözəlləşdirək ki, o gözəl niyyətdən başlayaq ki, bu başlanğıcda nə eləyək? Etdiyimiz ibadətin, orucun və digər əməllərimizin, Ramazan ayı boyunca etdiyimiz digər əməllərimizin də savabına nail ola bilək. Bundan əlavə, namazlara başlayağın, əzizlərim, biz müsəlmanıq, əlhamdülillah, Rəbbimiz bizə namazı da əmr eləyibdir. Namazı 5 vaxt qılmaq, namazı Allah Azze ve Celle bizləri İslamın şərtlərindən biri qoyubdur qarşımıza. 5 vaxt namaz bizə vacibdir, fərzdir. Gəlin, orucla birlikdə namazı da başlayaq. Çünki bəzi bacılarımız, qardaşlarımız var, görürəm ki, hər il Ramazanda oruç tuturlar, amma namaz qılmırlar. Düzdür, bəzi sözlər, söhbətlər dolaşır ki, namaz qılmayanın orucu qəbul deyil, falan, filan. Bu kimi şeylər əslində doğru bir ifadə deyil, doğru düşüncə deyil. İbadətdir, namaz fərqlidir, oruc fərqli bir ibadətdir. Hər birisinin ayrı yeri vardır. Bu sorumluluqdan xilas olursan, amma digər sorumluluq qalır yenə üzərində. Ona görə namazla qılmağa başlayağın. Necə ki, sabah qalxırıq, sahur vaxtı yeməyimizi yeyirik, dəstəmaz alıb sabah namazını da qılağın inşallah. Ondan sonra gündüzləri, günorta namazı və digər namazlarımızı da başlayağın inşallah. Biz gözəl bir niyyət eləyəyin, Allahdan istəyək, Allahdan inayət istəyək, yardım istəyək. İnanıram ki, uca Allah
bu ayda bize cüzdü mənəviyyət, cüzdü iman verər. Biz bir daha Ramazandan sonra da namazlarımızı bırakmarıq, tərk edilməliyik və davam edərik. Ona görə də üçüncü bir məsələ nədir? Özümüzü yeniləyək, Ramazana elə başlayaq. Nədir? Üçüncüsü namaz qılmaq, namaza başlamaq. Sahur vaxtı qalxırıq, səhər bərəkətli vaxtdır. Təheccüd namazı qılaq. Ən azı 2 rükət gecə namazı, təheccüd namazı qılaq. Ardından orucumuzu tutduqdan sonra, imsakdan sonra əzanlar verildi. Sabah namazımızı qılağın. Ondan sonra çəkilək istirahatimizə və işimizə gedək. Bundan əlavə bu ayda yenə nə ilə başlamalıyıq? Bu ayımıza, Ramazanımıza Quran-ı Kərimlə başlamalıyıq. Mən həmişə gənclərə, ətrafımızdakı olan gənclərə, insanlara tövsiyələrim, nəsihətlərim belədir ki, əgər siz hələ də Quran oxuya bilmirsinizsə, bu ayda mütləq Quran öyrənin, ərəbcəsindən öyrənin, Quran əlifbasını öyrənin və Quran-ı Kərimi gözəl bir şəkildə öz üslubuna, öz təzvirinə, təliminə, qaydasına uyğun şəkildə oxuyun. Və bu aydan istifadə edib bunu eləyə bilərik biz. Quran-ı Kərimimizi gözəl bir şəkildə oxumağı öyrənə bilərik. Və eyni zamanda deyirəm ki, yaşlı nəsildirsə, artıq öyrənə bilmirlərsə, yaddaş zəifliyibdir, göz zəifliyibdir, heç olmasa Quran dinləsinlər, açsınlar, internetdən, bugün sosial şəbəkədə var, Quran, nə qədər Quranlar var, oxuyanlar var, qarilər var, açsınlar, onlar dinləsinlər və eyni zamanda tərcüməsini də, mealını da eyni zamanda dinləsinlər. Allah bizdən nə istəyir, Quranla bizə nə demək istəyir və onları da inşallah bilək və qulaq asaq ki, onları da məlumatımız olsun. Bu ay Quran ayıdır. Bilirsiniz ki, Quran-ı Kərim məhz Ramazan ayında nazil olmuşdur. Quran-ı Kərim Ramazan ayında olan bir gecə var ki, o 1000 aydan xeyirli bir gecədir, Qədr gecəsidir və Quran-ı Kərim, bəli, Qədr gecəsi nazil olmuşdur. İnşallah Qədr gecəsi haqqında da ilərdə məlumatlar veriləcəkdir. Və eyni zamanda bu ayda günahları tərk etməliyik. Əzizlərim, əgər bu aydan öncəki ayda kimi yaşayırıqsa, yəni artıq deyək ki, Ramazan ayı gəlmişdir, əvvəlcə Şaban ayıdır, onun əvvəl Rəcəb ayıdır, onun əvvəl digər aylardır, mən bu hicri qəmər aylar deyirəm və fevral, yanvar, dekabr, noyabr falan bu aylar kimi keçiririksə, yəni yaşantımızda, həyat tərzimizdə, sabahdan axşama kimi etdiyimiz əməllərdə hər hansı bir dəyişiklik yoxdursa, yəni bu Ramazan bizə çox da təsir etməyəcək. Bu oruc bizə çox da təsir etməyəcək. Nə eləməliyik? Əvvəlki həyat tərzimizi, əvvəlki yaşantımızı dəyişdirməliyik, özümüzü Ramazana uyğunlaşdırmalıyıq və Ramazandan sonra da bu qazandıqlarımızı, həyatımızı davam etdirməliyik. Yəni, yalan danışmağı tərk etmiriksə, dediqodunu tərk etmiriksə, qeybəti tərk etmiriksə, yəni gözümüzlə, dilimizlə, qulağımızla, bədənimizin bütün orqanları ilə oruç tutmuruqsa, bu sadəcə qarnımızın, mədəmizin ac qalmasının o qədər də faydası ola bilməz. Çünki Ramazan sadəcə mədəmizi boş qoymağın ayı deyil. Ramazan eyni zamanda deyirlər, məsələn, biz keçmişdə deyəndə mən keçmişim, yəni 30 il bundan 40 il bundan öncən deyirəm, insanlarla rastlaşırdıq. O zaman daha çox orucu qocalar tuturlardı. Eşitdim mən o zamanki sözü, deyirlər, ağzım orucludur. Ağzım oruclu deyirlərdi. Əslində, yəni mən deyərdim ki, təkcə ağzım oruclu olmamalıdır. Gözümüz də oruclu olmalıdır, qulağımız da oruclu olmalıdır, əlimiz də, dilimiz də, yəni mədəmiz də. Bütün əzalarımızla biz oruç tutmadıqca bu orucun, bu Ramazanın bizə çox da faydası olmaz, əzizlərim. Yəni ki, günahları tərk etməliyik. Digər bir xüsus, Ramazana başlayırıq, yenilənmək adına. Digər bir xüsus nədir? Bəli, bizlər günahları tərk etməliyik. Yəni, Allah Resulullah Aleyhisselatü Vesselam buyuruyor ki, bir hədis şərifində, sizlərdən birisi oruç tutar, amma yalan danışmağı, yalanla iş görməyə tərk etməzsə, o insana qalan sabahın axşama kimi az qalmaqdır. Yalnız az qalacaq insan. Digər gözəl xüsusiyyətləri, mənəvi xüsusiyyətləri əldə edə bilməyəcək. Yəni, həqiqətən də dediyimiz kimi Ramazan ayı təlim-tərbiyə ayıdır. Yəni, təlim-tərbiyə nədir? Özümüzü öyrətməliyik. Günahsız bir həyat yaşamağı öyrətməliyik. Düzdür, günahsız insan yoxdur. Qüsuru, nöqsanı, təqsiratı olacaq insanın. Amma Allah Azə və Cəllənin bizə yasaq etdiyi, yasaq qıldığı bəzi böyük haramlar, günahlar var ki, onları tərk etməliyik.
Oruç təkcə dediyimiz kimi ac qalmaq deyildir. Dilin, gözün, qəlbin də oruç tutması və bu gözəl əməlləri Ramazan boyunca davam etdirmək və Ramazanın sonraki ayda çatdırmaq. Biz əvvəlki insanlar o qədər sevinirlər Ramazan gəlişini. Hətta onlar kitablarımızdan oxuruq ki, biz öncəki insanlar, Peyğəmbər s.ə.v-dan sonraki sahabə nəsli, tabiun nəsli olanlar 6 ay qabaqdan hazırlaşırlardı. Hazırlanırlardı, Ramazan gələcək, sevinirlərdi. Və onlar bir-birinə təbrikləşirlərdi Ramazan gələrkən. Nə gözəl Allah bizi Ramazana qovuşturdu. İndi bəzən görürsən insanlar çətinlik çəkirlər, oruç tutmağa deyirlər ki, qarşıdan Ramazan gəlir, görürsən nə edəcək, görürsən oruç tuta biləcəkmi, bilməyəcəkmi? Bunun səbəbi də odur ki, əzizlərim, sadəcə bir Ramazanda müsəlman kimi yaşamamalıyıq. Biz digər aylarda müsəlman kimi yaşamalıyıq. Digər aylarda oruç tutmaq var, digər həftələrdə oruç tutmaq var. Əgər tutsaydıq, bədənimiz, vücudumuz da buna alışardı. Yəni bizlər sevinməliyik Ramazanın gəlişi ilə. Bizə çətin gəlməməlidir. Bizə bu ay ağır gəlməməlidir. Və düşünməliyik ki, bəli, mən bu ayda yenilənəcəm, təzələnəcəm və təzələnib bu aydan çıxacağam. Duaya vaxt ayırmalıyıq, əzizlərim. Dedik ki, tövbə ilə başlamalıyıq, istiğfar etməliyik, bağışlama istəməliyik Allahdan, ona sonra başlamalıyıq orucumuza. Dedik ki, niyyətimizi gözəlləşdirməliyik, namazı da başlamalıyıq dedik, günahları tərk etməliyik dedik və eyni zamanda insanlardan hər hansı bir şəkildə problemimiz varsa, küskünlüyümüz, darğınlığımız varsa, onlarla da halallaşmalıyıq. Onlarla da barışmalıyıq, halallaşmalıyıq və bir-birimizi bağışlamalıyıq ki, Allah da bizi bağışlasın. Bir hədis şərifində əziz Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurur ki, siz bir-birinizə qarşı mərhəmətli olun ki, siz yer üzərindəki insanlara qarşı mərhəmətli olun ki, Uca Allah da sizə rəhm eləsin və mərhəmət eləsin. Onun üçün də eyni zamanda halallığa diqqət eləyək, halallaşmağa diqqət eləyək və duaya vaxt ayıraq. Baxın, duaların qəbul olunan vaxtı Allah Azə və Cəllə bizlərə çox gözəl şəkildə o Ramazanda Allah bizə o tətbiq edir, onu tətbiq eləməmizi istəyir. Peyğəmbər s.ə.v tətbiq eləməmizi istəyir. Məsələn, sabah qalxırıq sahura, deyilmi? Sahur ən bərəkətli vaxtdır. Zaten Peyğəmbərimiz Aleyhisselatü Vesselam buyurur, sahura qalxın, sahurda, yəni sabah yeməyi demək istəyirəm, sabah yeməyində o başlanıq dillər bizdə nə var? Bərəkət vardır, deyir. O zaman qalxdın, eyni zamanda təəccüd namazını qıl, gecə namazını qıl, duanı elə, duaya vaxt ayır. Sadəcə vaxtını yeməyə, içməyə, bəziləri də var, indi siqaret çəkir, siqaret çəkməyə, digər şeyə, indi oruc başlayacaq deyə sadəcə onlara vaxt ayırmamalıyıq. Süfrə kənarında oturmalı deyilik, ta ki səhər orucu tutana qədər, imsaq vaxtına qədər. Eyni zamanda namazı da, duaya da və Quran oxumağa da, Quran dinləməyə də vaxt ayırmalıyıq. Və eyni zamanda iftar vaxtı. Baxın, oruc tutan vaxtı da yenə duaların qəbul olunan vaxtıdır. Əziz Peyğəmbərimiz Aleyhisselam buyurur, duaların qəbul olunan vaxtlardan biri də iftar vaxtıdır. Təsəvvür edin, səhərdən axşama kimi oruclu qalmışıq və ac qalmışıq. İndi gəlmişik süfrə üzərinə bütün naz nemət düzülübdür, yeməklər, isməklər, sən əlini uzatmırsan. Və sən Rəbbinə tam təslim olmuş bir bəndə kimi boynu bükük, aciz, fəqir bir vəziyyətdə əllərini qaldırıb Allaha dua edirsən. Allahım, Allahım deyirsən, Allahım deyirsən. Və Allah Azə və Cəllə də sən onun üçün, onun rızası üçün az qaldığa görə, onun rızası üçün sabahdan axşama qədər bir bəndə kimi yaşadığa görə, bir qul kimi yaşadığa görə, hər şeyinlə oruç tutduğuna görə, indi sən də Rəbbini əl qaldırdığın zaman, Rəbbin də sənin istəklərinə qarşılıq verəcəkdir. Yəni, duaya mütləq vaxt ayıracaq Allahın izni ilə. Tövbə, niyyət, namazı düzəltmək, Quranla tanışlıq, günahlardan uzaqlaşmaq, dua və halallaşmaq. Və bunlar Ramazana başlanğıcda bizlərə lazım olan gözəl əməllərdəndir. Uca Allah hər birimizi bu aydan gözəl bir şəkildə təmizlənərək, bu ayın bərəkətindən, rəhmətindən istifadə edərək çıxmağı hamımıza Allah Azə və Cəllə nəsib eləsin. Allah Azə və Cəllə bizə güc versin, qüvvət versin, bizə inayət versin, yardım eləsin ki, bu gözəl ayın bərəkətindən, fəzilətindən istifadə eləyək. Allah Azə və Cəllə hamımızın ibadətlərimizi qəbul eləsin, bizi özünə layiq bəndə eləsin, bizi Peyğəmbər s.ə.və layiq ümmət eləsin, bizi eyni zamanda qardaşlarımıza layiq bir qardaş, ümmətə layiq bir ümmət eləsin, vətənimizə, ölkəmizə layiq bir vətəndaş eləsin. Allah hamınızdan razı olsun. Allah'a əmanət olun. Xeyirli Ramazanlar,
hayırlı sahurlar, hayırlı iftarlar olsun. Amin. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ala salat. حي على الصلاة حي على الفلاح حي على Allahu Ekber, Allahu Ekber. La